Quran deyir ki, cüməyə gedin, Miri deyir, getmə. İnsanlarımız hər həftə cüməyə gedir. Bu nəyi dəyişib? Vaxtı gedir. Sonra pul gedir. Getdiyiniz zaman çünki həqiqətən insanın bəzən elə olur ki, əsəbləri körlanır. Eşidirsiniz də dəyərli dinləyicilər? Belə insan, siz deyirsiniz namaz qılır. Bu göstərir üçün ona gəlir ki, mən buradayam. Halbuki Allah Subhanahu taala buyurur ki, cümə günü namaza tələsin, bütün ticarəti buraxın, alış-verişi buraxın. Yəni dünya, mal, dövlət səni aldatmasın cümə günü. Çünki bu nifrət var bunun içində dinə qarşı. Ona görə bu məsələlər pozulur. Sən, mən dəyərli dinləyicilər, Allahımızı sevirik, bizə ləzzət eləyir cümə günü getməyə. Vaxt itkisi deyil, vaxtın bərəkətinin artmasıdır. Pulumuz getmir, Allah həmd olsun pulumuzu Allah üçün xərcləyirik həmin günə. Sədəqələrimizi çoxaldırıq, dualarımızı edirik. Bu insan məhrumdur bu şeylərdən dəyərli dinləyicilər. Bu indiyə kimi bu videoları çəkib cəmaət bu şeyləri görmür. İnsanlar elə bunun danışığına aldanırlar. Allah Subhanahu taala nəsib edib bu günləri biz bunu ifşa edirik, çıxardırıq bu bütün yalanlarını. Bu görsün cəmaət, bu yalancıdır. Bu cür insan Allaha, Qurana çağırıram, Qurana bağlanın, Quran oxuyun deyə bilər dəyərli dinləyicilər.